Aleyküm salam. Qardaş, soruş ki, elə qardaşlar var ki, belə üzünə belə salamat görsənirlər. Ancaq hakimiyyə məsələsində belə narazılıq var. Yəni, deyir ki, hakim bilir kim rüşvət alır və s. Bilirsiniz, hakimlə danışmaq düzgün deyil. Hakimin şənini aşağı salmaq düzgün deyil cəmiyyətdə. Bu gətirir, fəsada çıxardır, ona qarşı çıxmağa çıxardır. Onda da ancaq fitnə fəsad olur. Yəni, heç kəs xeyrə çatmayıb. Heç kəs. Və kimlə harada ki, inqilablar olub, dəyişikliklər olub, əvvəlki hakim barədə həmişə deyiblər ki, hələ onun vaxtında yaxşı idi. Yəni, insanlar belədir. Yəni, məsələn, ən böyük müşkül məsələlərdə nədir, qardaşlar? Bu, rüşvət ki, kim alır? Rüşvəti verənlər var axı. Biz həmişə rüşvət alanları tənqid edirik. Rüşvət haramdır, aydındır. Almaq da, lakin həmçinin vermək də haramdır. Amma biz həmişə alanları tənqid edirik, verənləri yox. Hər ikisi haramdır, hər ikisi tağutun növündəndir. Lakin bunlar hamısı günahlara görədir də, insanların günahlarına görə. Cəmiyyət özünüz görürsünüz nə gündədir, etiqad cəhətindən, əxlaq cəhətindən, yəni kim özünü qoruyur, ailəsini qoruyur, ətraf biraz təsirləyir, Ona görə, qardaşlar, yəni belə danışıqlar yaxşı əlamət deyil. Yaxşı əlamət deyil. Əksinə, səndən rüşvətçilə verməklə. Məsələn. Rüşvət biz bilirik, rüşvət haramdır. Almaq da, həmçinin vermək də haramdır. Vermək də haramdır. Lakin bunlar dəlil deyil də hakimə qarşı danışmaq. Bunlar dəlil deyil. Ola bilər qusur kardasa var və s. Yenə düzgün deyil.